Dövlət Turizm Agentliyi yanında Azərbaycan Turizm Bürosu 20-22 aprel tarixlərində Almaniyanın Würzburg, Frankfurt və Trier şəhərlərində təşkil olunan silsilə tədbirlərdə ölkəmizin turizm imkanlarını təqdim edib. 100-dən çox turizm şirkəti və tur operatorunun iştirak etdiyi tədbirlərdə Azərbaycan il boyu cəlbedici turizm istiqaməti kimi təqdim olunan ölkələrdəndir. Bu arada iştirakçılara şəhər turları, mədəni turizm, İpək yolu irsi, dağ-piyada marşrutları və qış turizmi imkanları barədə də ətraflı məlumat verilib. Eyni zamanda B2B formatında görüşlər keçirilib. Silsilə tədbirlərdə iştirak Almaniya turizm sənayesi nümayəndələri ilə yeni əməkdaşlıq imkanlarının müzakirəsi və Azərbaycanın bu bazarda mövqeyinin daha da gücləndirilməsi baxımından mühüm platforma rolunu oynayıb. Uğurlar arzu edirik ki, Azərbaycan böyük turizm potensialı olan bir ölkədir. Ayrıca qış turizmi məsələsi xüsusilə burada vurğulanır. İnsanlar qış turizmi üçün adətən gedirlər daha çox Skandinaviya ölkələrinə, daha çox qışın təbii ki, sərt keçirildiyi ölkə. Amma Azərbaycan kimi balaca bir ölkənin də qış turizmi, yəni söhbət Şahdağdan gedir, heç də əslində geridə qalmır. Yəni kifayət qədər orada böyük tədbirlər də keçirilir, partilərdə, əyləncələr də keçirilir və digər tərəfdən idman tədbirləri də çox aktualdır. Bugün Şahdağda istirahət də kifayət qədər öz yerindədir. Düzdür, qiymət də dünyaya nəzərən mən deyərdim ki, möhtəşəm, ucuzdur, elə bir şey deyil. Amma biz yəni turizm olaraq qonaqları qarşılaya biləcək potensialı hər tərəfli özümüzdə daşıyırıq. Bu da şübhəsizdir, yəni mütləq şəkildə bilinməlidir, bəlli olmalıdır. Və orada qeyd olunur, B2B görüşlər deyilir. B2B nədir? Business to business, yəni biznesdən biznesə, yəni bir var B2C, yəni biznesdən müştəriyə verilən məlumatlar, bir də var ki, biznesdən biznesə verilən məlumatlar. Bu artıq daha böyük əməkdaşlıq perspektivləri mənasına gələn bir ifadədir və görünən odur ki, sözü gedən belə desək, tədbirlər çərçivəsində elə Azərbaycanla bağlı məsələlərdə həm digər ticarət platformalarında və həm də istifadəçilərə, adi şəxslərə və qonaqlara çatdırılıb. Gözəl. İndi